Çay dünyada sudan sonra ikinci ən geniş yayılan içkidir. Azərbaycan dünyada isə çayın ən çox içildiyi üçüncü ölkədir. Araşdırmalara görə əhalinin 99,5%-i hər gün çay içir. Ölkəmizin bu siyahıya düşməsi heç də şübhəsiz deyil, səbəbsiz deyil. Çünki bizim dadı və ətri ilə dünyaca məşhur olan çayımız var. Lənkəran çayı rayonuna gələn həm yerli, həm də xarici turistlərin həmişə diqqət mərkəzində olur. Buranı ziyarət edən qonaqlar bir qayda olaraq Xanbulanda uzun illərdir samvar çayı dəmləyən Şərqiyə nənənin çayçısını unutmurlar. 40 ilə yaxındır ki, gözəl təbiətin qoynunda yaratdığı çayxanasında bura gələn müştərilərinə gülər üzrə xidmət edir Şərqiyə xanım. Çayçılıq sənəti ilə qürur duyan Şərqiyə nənə səfalı təbiət qoynunda uzun illərdir çayxana işlətməsindən danışdı. Əslində qadının bacara bilmədiyi iş yoxdur devizi ilə çayçılıq sənətini seçən Şərqiyə nənəyə bu işdə yaxından dəstək olan həyat yoldaşı Əhməd dayıdır. Onun köməkliyi ilə meşə ətrafındakı səyyar çayxanasında bura istirahətə üst tutan insanlara dadlı çay verən Şərqiyə nənənin müştəriləri əsasən əcnəbi turistlərdir. Əsasən xarici millətlər çox gəlir bura. Turistlər çox gəlir. Gəlib, məsələn, baxırlar, bizim çayımızı içirlər, dadlayırlar. Xoşlarına da gəlir. Biz neçə ildir belə çaylardan içməmişik. Ancaq Cənub bölgəsində bu qadın bizə yaxşı çay verir. Lənkəranın Bürcəli kəndindən olan Şərqiyə Məmmədova deyir ki, Xanbulana gələnlər onun ətirli çayından dadmamış getmirlər. Bunun səbəbini müştərilərinə yerli çay verməklə əsaslandıran müsahibimiz həmçinin yerli limon və meşə meyvələrini onlara təqdim etməklə böyük maraq yaratdığını bildirir. Bura gələn müştərilər təəccüb gəlirlər ki, bizə kimisə qulluq edir. Əlbəttə, bir kişi xəylərə görürlər, yox, qadın xəylərə bizə qulluq edir. Onlar, məsələn, çox təəccüb gəlir. Mən onlar, məsələn, gözlərini bilirəm ki, onlar qürur duyurlar ki, qadın xəylərə bizə qulluq edir, çay verir bizə. Çox xoşları gəlir. Müştərilərin daha çox kəkliyotu çayını sifariş verdiyini deyən Şərqiyə nənə işindən zövq alır. Çay daşımağa gündəlik adət edən Şərqiyə nənə dağın yamacına asanlıqla enib qalxarkən heç bir çətinliklə üzləşmədiyini deyir. Havalar isindikcə təbiətin qoynunda çay dəstgahına qoşulanların sayı hər gün artır. Aytən Sakit qızı Farid Əliyev, Lənkəran.